McDonald's burgerlərini çox sevirsiniz, lakin ziyanına görə yemək istəmirsinizsə, dadı çox bənzəyən bu resepti sınayın. Bizə lazımdır qiymə, mən quru olmasın deyə balaca bir soğan da vurdum, amma vurmaya da bilərsiniz. Duzlayıb, istiotlayıb, yaxşıca qarışdırırıq. Götürürük lavaşları, əti içinə yayırıq. Özümüz üçün qara undan, uşaqlar üçün ağ undan lavaşlar götürdüm. Əsas məsələ lavaş nazik olmasın ki, ətə yayarkən cırılmasın. Öncədən isidilmiş tavada, videoda gördüyünüz kimi üzü aşağı şəkildə ətli lavaşlarımızı qızardırıq. Keçirik əsas məqama, sousa. Nəyə görə əsas? Çünki McDonald's dadını verən məhz bu sousdur. Sous üçün bizə lazımdır xiyar turşusu, soğan, mayonez. Mən mayonezin çoxsunu Greek yoğurtla əvəz etdim ki, kalorisi az olsun. Xardal, ketçup, biraz sirkə və biraz bal. Hamısını yaxşıca qarışdırıb hazırlayırıq. Bu yeməyə əsas dad verən sousdur deyə sousu bol edin. Ən sonda biraz iceberg doğrayıb keçirik dürümün hazırlanmasına. Dadı həqiqətən də McDonald's-ın ətli burgerlərinə çox bənzəyirdi. Mənim kimi folqaya büküb uşaqlara məktəbə də qoya bilərsiniz.